Salam hörmətli müəllimlər. Bizim bugünkü dərsimiz informatika fənninə həsr olunur. Biz bugün Şəfəq Ələkbərovanın təqdimatında Python proqramlaşdırma dili, funksiya mövzusuna dair müxtəlif test tapşırıqlarının izahı ilə tanış olacağıq. Salam Şəfəq xanım. Salam. Şəfəq xanım, biz artıq Python proqramlaşdırma dili mövzusuna dair bir neçə dərs çəkmişik. Bu da növbəti dərsimizdir. Bu mövzuya dair bu qədər dərslərin çəkilməsinin səbəbini izah etməyinizi istərdim. Deməli, əvvəlcə onu deyim ki, Python proqramlaşdırma dili formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma məzmun sahəsinə aid bir mövzudur və bu mövzu çox geniş mövzudur. Əlbəttə ki, biz bir neçə dərsə dövrlərdən, ədədlər üzərində iş, sətirlər, siyahılar və bunların hamısının izahını verə bilərdik. Lakin biz istədik ki, hər bir verilənlər strukturu olsun, hər bir, məsəl üçün, dövrlərə aid ayrı mövzumuz olsun, budaqlanmaya aid şərt operatorlarına ayrı mövzu olsun. Daha geniş izah verə bilmək üçün, daha çox məsələləri əhatə edə bilmək üçün biz belə bir yol seçdik və bugünkü dərsimiz də funksiya, yəni proqramlaşdırma dilində funksiyalara toxunacağıq və bu bizim artıq bu silsilədən sonuncu dərsimiz olacaq və funksiyalar 9-cu sinif dərsliyində öz əksini tapmışdır. Təşəkkür edirəm izaha görə. Buyurun, artıq test tapşırıqlarının izahına keçə bilərik. Bəli. Həmişə olduğu kimi, bugün də mən istəyirəm ki, bir balaca funksiyalar haqqında izahat verim. Funksiya nədir? Funksiya proqramın istənilən yerindən müraciət edilə bilən köməkçi bir alqoritmdir. Yəni, funksiya özü müstəqil bir alqoritmdir, proqramdır və o, proqramçının işini asanlaşdırmaq üçün, kodun oxunuşunu sadələşdirmək üçün istifadə olunan bir yardımçı alqoritmdir. Pythonda standart funksiyalar var. Məsəl üçün, print, input, int və s. belə funksiyalar çoxdur. Lakin bununla bərabər hər bir istifadəçi özü öz funksiyalarını da yaza bilər. Bu məqsədlə əvvəlcə funksiyanı elan etmək lazımdır və funksiyanı elan etmək üçün def açar sözündən istifadə olunur. Def açar sözünü yazdıqdan sonra funksiyanın adı göstərilməlidir. Məsəl üçün, def açar sözü ilə funksiyası elan olunubdur və bu funksiya salam sətrini çap edir. Bəs yaxşı, biz adlardan danışırıqsa funksiyanın adlarından, bu adlara qoyulan tələblər nədir? Funksiyanın adında latın hərflərindən, rəqəmlərdən və alt xəttdən istifadə olunur. Ad rəqəmlə başlaya bilməz. Funksiyanın adı adətən onun təyinatını əks etdirməlidir. Yəni, əgər bizim funksiyamız hər hansı ədədlərin cəmini tapırsa, məsləhət görülür ki, bu təyinata uyğun funksiyaya ad verilsin. Bundan başqa deməliyəm ki, böyük, yəni yuxarı registrli, aşağı registrli simvollar bir-birindən fərqlənir. Buna diqqət etmək lazımdır. Funksiyamızı elan etdik, adını göstərdik, parametrlərini göstərdik. Bundan sonra proqramın istənilən yerindən onu çağırmaq mümkündür. Beləliklə, hər hansı bir funksiya yazmaq üçün def açar sözündən funksiyanın adı və mütləq mötərizələrdə formal parametrləri elan etmək lazımdır. Ondan sonra 2 nöqtə və gələn sətirlərdə funksiyanın gövdəsi adlanır. Və ondan aşağıda isə funksiya elan olunduqdan sonra isə biz əsas proqram hissəsini göstəririk və əsas proqram hissəsində də funksiyanın adı ilə və ona ötürdüyümüz faktiki parametrlərlə bu funksiyanı çağırırıq. Bunu da deyim ki, funksiyalar şərt deyil ki, həmişə parametrli olsun, parametrsiz funksiyalar da mövcuddur. Yəni, funksiyanı elan edirik, parametrləri yoxdur, lakin o funksiyanı çağıraraq onun məqsədə uyğun hansı iş yerinə yetirirsə, hansı alqoritmi onu icra etmək yenə də mümkündür. Təyinatından asılı olaraq, yəni məqsədindən asılı olaraq funksiyalarda qiymət qaytara və qaytarmaya da bilərlər. Yəni, qiymət qaytaran funksiyalarımız var və qaytarmayan funksiyalarımız var. Və əslində qiymət qaytarmayan funksiyalara eyni zamanda prosedurlar da deyilir. Bax, bu gördüyünüz funksiya elan olunub, adı funcdır. 2 parametrdən ibarətdir.
Məqsədi o parametrlərin cəmini ekrana çıxartmaqdır. Və proqramın əsas hissəsində funksiyanın adı çəkilir və ora 2 faktiki parametr ötürülür. Ondan sonra funksiya özü bu parametrlərin cəmini çap edəcək. Bu cürə yazılışda göstərilən funksiyalar qiymət qaytarmayan funksiyalardır və dediyim kimi prosedur da adlanır. Digər nümunəmizdə isə yenə də funksiyamızın adı funcdır, bir parametrdən ibarətdir və gördüyünüz əməlləri yerinə yetirir. Amma bu funksiya return açan sözünün köməyi ilə çağırıldığı yerə qiymət qaytarır. Yəni B və A kəmiyyətlərinin cəmini qaytarır. Və gördüyünüz kimi funksiya çağırılıb bu hissədən 9 faktiki parametri ilə A-nın yerinə 9-u qoyur, B-ni tapır, sonra B ilə A-nın cəmini onu çağırdığımız yerə qaytarır və o mənimsədilir C dəyişəninə və sonra C dəyişəni çap olunur. Bax, bu şəkildə yazılan funksiyalarda qiymət qaytaran funksiyalar adlanır. İndi isə keçək test tapşırıqlarımıza. Birinci test tapşırığımızın şərtini oxuyuram. Yazılır ki, klaviaturadan girişə 5 daxil edilərsə, proqramın nəticəsini müəyyən edin. Əvvəlcə mən bu proqramda funksiya və əsas proqram hansı hissələrdədir, onu nümayiş etdirmək istəyirəm. Gördüyünüz, bax, bu 3 sətir funksiyaya aiddir. Sonraki 3 sətir isə əsas proqramdır. Proqramı işə salanda əvvəlcə funksiyanın adı və onun neçə parametri var, bunlar yadda qalır. Funksiya yalnız o halda işə düşür ki, onu əsas proqramdan çağırsınlar. Əsas proqramda baxırıq funksiyanı harda çağırmışıq? İkinci sətirdə. Funksiyanı 2 parametrlə çağırmışıq. Və dediyimiz kimi bu 5 həqiqi tiplidir və A dəyişəninə mənimsədilir. Sonra isə funksiyanı çağırırıq, ora həqiqi tipli 5-i və onun 2 mislini göndəririk. Gəlin baxaq, onda nə olur? X-da ötürdüyümüzə görə, X-da müvafiq olaraq 5.0, Y-də isə 10.0 qiymətləri artıq var. Sonra funksiyanı çağırdığımıza görə artıq onun gövdəsinə daxil ola bilirik və burada A-nın qiymətini alırıq, onların hasilidir. Daha sonra onu çağıran yerə qaytardığımızı isə həmin bu qiymətin 5 mislinin tam tipidir. Yəni bizim çap etdiyimiz 250 tam tipli ədəd, sonraki sətirdə isə A-nı çap edirik, o da həqiqi tipli ədəddir, 5.0 olur. Və beləliklə də bizim tapşırığımızın cavabı 250, növbəti sətirdə isə 5.0 olur. B bəndi. Növbəti tapşırığımıza baxaq. Proqramın icrası zamanı klaviaturadan 9 daxil edilərsə, çıxışa neçə ədəd informatika sətri veriləcəyini müəyyən edin. Gördüyünüz kimi, yenə də bizim funksiya hissəmiz buradır. Aşağıdakı sətirlər isə proqramın əsas hissəsidir. Funksiyamız pro adını daşıyır və parametrsizdir. İşi informatika sözünü çap etməkdir. Baxaq görək biz funksiyanı neçə dəfə çağırırıq. Gördüyünüz kimi funksiya dövrün gövdəsində çağırılır. Amma bir şərt var. Gəlin baxaq görək dövrün gövdəsində i-nin dövr dəyişəninin aldığı qiymətlər hansılardır. Dövr dəyişəni 0-dan 9-a qədər, çünki 9 daxil edilib, bax, aldığı qiymətləri görürsünüz. Lakin funksiya yalnız və yalnız həmin o dövr dəyişəninin 3-ə tam bölünən qiymətlərində çağırılacaq. Və 0, 8 daxil olmaqla bu ədədlər arasında 3-ə tam bölünən yalnız 0, 3 və 6-dır. O deməkdir ki, bizim funksiya 3 dəfə çağırılacaq. 3 dəfə çağırıldığına görə də informatika sözü 3 dəfə çap olunacaq. Deməli, məsələmizin cavabı 3-dür. Növbəti tapşırığımıza baxırıq. Klaviaturada 2 boşluq, 4 boşluq, 7
boşluq 3, boşluq 9 daxil edilərsə, ekrana çıxarılacaq nəticəni müəyyən edin. Yenə də funksiyamıza baxaq. Gördüyünüz kimi funksiyamızın adı S-dir. Bir parametrlidir və bu funksiyanı hardan çağırırıq? Fikir verirsinizsə, funksiya elə birinci sətirdən çağırılır və funksiyanın istəyirəm ki, çağırılan zaman ötürülən arqumentinə baxaq, yəni faktiki parametrə baxaq. Burada funksiyaya biz nə ötürürük? Daxil etdiyimiz, bax bu sətir, split metodunun köməyi ilə sətri siyahıya çevirir. Yəni, boşluqlarla ayrılmış simvollardan ibarət siyahı olur. Lakin bu siyahının elementlərinin hər biri sətir tipidir. Deməli, biz S funksiyasını çağırırıq və ora bu siyahını ötürürük. İndi baxırıq ki, funksiyamız nə iş görür? Funksiya bu siyahını qəbul edir və onun hər bir elementini tam tipli ədədə çevirir. Yəni, funksiya mənə yenidən siyahı qaytarır. Daha doğrusu, funksiya çağırıldığı yerə yenidən siyahı qaytarır. Lakin bu dəfə o siyahının elementləri tam tipli ədəd olur. Yəni, LS-də bizim, bax o gördüyünüz siyahı var. Daha sonra, baxaq görək dövrümüzdə, proqramın əsas hissəsində nə baş verir? Dövrümüz var. Dövrün gövdəsində isə biz siyahı elementlərinə birbaşa müraciət edirik və onların cəmini tapırıq. Deməli, biz əslində dövrdə siyahımızın elementlərinin cəmini tapırıq və 2, 4, 7, 3, 9-un da cəmi bizə verəcək 25. Deməli, bu test tapşırığımızın cavabı D bəndi 25-dir. Növbəti tapşırığımıza baxırıq. Yenə də girişə 12 probel çıx 6 daxil edilərsə. Bu bir sətirdir. Nədən bilirəm? Çünki orada yazılıb input. Daxil edilərsə proqramın nəticəsini müəyyən edin. Burada gördüyünüz kimi iki funksiyamız var. Funksiyanın birinin adı toplama, 2 parametri var. Nə iş görür? Parametrlərin kvadratlarının cəmini qaytaracaq. İkinci funksiyamızın adı vurmadır. Yenə bu iki parametri qəbul edir. İşi bu parametrlərin hasilini qaytarmaqdır. İndi gəlin baxaq görək, biz funksiyanı harda çağırırıq və bu zaman nə baş verir? Gördüyünüz kimi, dediyim bax bu 12 boşluq çıx 6 sətri burada daxil olunur. Və yenə də split metodunun köməyi ilə boşluqlarla ayrılmış simvollardan ibarət bizə ədəd qaytarır. Lakin, baxın, burada görürsünüzmü? Bax, bu yazılış mümkündür burada. Dəyişənlər sadalanır. X, virgül, Y. Və qayıdan qiymətlər də 2 ədəd olduğuna görə müvafiq olaraq X-a 12 sətri, Y-ə isə çıx 6 sətri mənimsədilir. Sonra isə yenə də X və Y dəyişənlərinə X-in tam tipli qiyməti və Y-in tam tipli qiyməti mənimsədilir. Və bizdə nə olur? Artıq X-da 12, Y-də isə -6 var. Daha sonra gəlir şərt. Bu şərtimizdə nə deyir? Baxın, bu şərtdə mürəkkəb şərtdir. Məna nədir? Deyir ki, əgər X və ya Y-dən hər hansı biri mənfidirsə, sıfırdan kiçikdirsə, bu şərt doğru adlanır. Yəni, bizə true qaytarır və true qaytardığı halda da biz hansı funksiyaya müraciət edirik? Toplama funksiyasına müraciət edirik və o toplama funksiyası da bizim 12 və -6-nın kvadratlarının cəmini bizə qaytarmalıdır və bununla da proqramın işi bitir. 12-nin kvadratı 144, 6-nın kvadratı 36, onların cəmi də bizə verir 180. Və cavabımız B-dir. Növbəti tapşırığımız. Burada biz girişə ardıcıl olaraq bir dəfə 2-ni, bir dəfə 3-ü, bir dəfə 2-yi, 2-yi bu şəkildə ardıcıl bu qiymətlər daxil edilərsə ekrana çıxan nəticəni müəyyən etməliyik. Yenə də funksiyam var.
Funksiyamın adı adddir. 2 parametri var, S və P. Amma funksiya hardan çağırılır? Funksiya dövrün gövdəsində çağırılır. Baxın, 2 parametrdən, 2 arqument ötürülür ora. Gəlin, baxaq, görək, bu funksiyanı, qiymətlərimizi harada daxil edirik? Dövrün daxilində 8 dəfə dövrümüzün gövdəsi icra olunacaq və hər dəfəsində bax, bu qiymətləri alacaq. İndi mən bunu daha aydın başa düşə bilməyimiz üçün belə bir cədvəl düzəltmişəm. Baxın, birinci iterasiyada bizim ls ötürülür fikir verirsə funksiyaya və lm dəyişənimiz ötürülür. Daha doğrusu lm'in qiyməti ötürülür. Baxın, ls nədir? Boş sətirdir. Yəni, birinci iterasiyada s formal dəyişənimizin aldığı qiymət boş sətirdir. Lm isə ilk qiymətimiz 2 olur. Və qaytardığı nədir? Deyir ki, əgər s sətrində bax, o 2-dən yoxdursa, yəni onun sayı sıfırdırsa, onda onu S sətrinə əlavə et. Yəni, qaytarır 2 olan bir sətri. Çünki gördüyünüz kimi S-də 2 yoxdur, o da ona görə 2 qaytarır. Toplayır, ora qaytarır. LS-də artıq 2 var. Sonra ikinci dəfə yenə növbəti 3-ü qəbul edir. 3-lə və 2 sətri ilə biz funksiyayı ötürürük və funksiya bununla işləyir. Yenə də 3 2-də olmadığına görə onu da 2-nin sağına yazır və bunu qaytarır. LS bu qiyməti alır, bu sətr. Növbəti 2 ilə biz bir də funksiyanı çağırırıq. S-in bu dəfəki qiyməti 2, 3, P isə 2-dir. Gördüyünüz kimi 2, 3 sətrində var. Bu deməkdir ki, biz heç nə dəyişmirik. Funksiyanı bir daha çağırırıq. Bu dəfə yenə növbəti 2-dir. Yenə var, qiymət dəyişmir. 4 yoxdur, əlavə olunur. 5 yoxdur, əlavə olunur. 8 yoxdur, yanına əlavə olunur. Sonuncu 3 burada var deyə olduğu kimi qalır. Heç nə əlavə olunmur və bununla da bütün 8 iterasiyanın 8-nə də baxırıq və dövrdən çıxırıq. Nəticədə çap olunan qiymət, bax o sonuncu bizə funksiyanın qaytardığı qiymət olur və beləliklə də bizim doğru cavabımız A bəndi olur. Bununla da mən funksiyalar mövzusuna aid bütün test tapşırıqlarını izah etdim. Ümid edirəm ki, bugünkü mövzumuz müəllimlərin imtahanda köməyinə çatacaqdır. Ətraflı izahınıza görə biz sizə təşəkkür edirik Şəfəq xanım. Hər bir variantın üzərində xüsusi dayandınız, onu ətraflı izah elədiniz. Ümid edirəm ki, müəllimlər üçün də çox faydalı olacaq. Mən də ümid edirəm və bütün müəllimlərimizə uğurlar arzu edirəm. Çox sağ olun. Əziz müəllimlər, bizim verilişimiz bu qədər. Növbəti verilişlərdə görüşənə qədər.